Hər vaxtınız xeyir, Kanal 13-ün efirində gerçəklikdəsiniz. Ötən həftə bir qrup yazar Azərbaycanda çox maraqlı bir bəyanata imza atdılar. Toyları boykot etdilər. Təbii, hər kafadan bir səs çıxdı. Kiminə görə bu düzgün idi, kiminə görə səhv idi. Çox belə deyək, tartışma yaratdı cəmiyyətdə. Biz də bugün Kanal 13-ün efirində bunu tartışacağıq. Studiyamızın iki qonağı var. Aydınxan Əbulov, yazıcı, kulturolog və yazar Kənan Hacı. Xoş gəlmişsiniz, salamlayıram hər birinizi. Təşəkkür edirəm. Kənan Hacı əleyhdarıdır, imzaladınız. Evet. Nədən qaynaqlandı bu, belə bir bəyanatın ortalığa çıxması və imzalanması? Bilirsiniz, toylar milli məişətimizə daxil olmuş bir adət-ənənədir. Bu, milli məişətdən artıq milli faciəyə çevrilməkdədir. Yəni, bu, orta statistik Azərbaycanlı üçün milli faciəyə çevrilir. Nəyə görə? Mən özüm, məsəl üçün, keçən ay 7 toya gedmişəm. Yəni, bu, məvacibim buna imkan vermir, amma getməməyi doğrudur. Vacib, mütləq getməlisən. İndi bunu hardan tapıb, bunun maddi gəliri olan adamlar üçün problem deyil. Yəni, zənginlər üçün toya eləmək də, toya getmək də problem deyil. Amma, məsəl üçün, mənim bir qohumum var idi, toy elədi, gəlini girov saxladılar. Yəni, bu, bir nəfər, 50 nəfər, 40 nəfəri çağırıb normal bir toy eləyəsən. Bir də var ki, 300-400 nəfəri çağırıb gəlinin girov qalması yaxşıdır. Yoxsa ki, yığcam bir, lokal bir şəraitdə toyun keçirilməsi yaxşıdır. Yəni, bu toyların formatının dəyişdirilməsi üçün biz bunu imzaladıq. Yəni, toyları boykot etmək, yəni ümumiyyətlə toydan imtina üçün deyil, toyların formatının dəyişdirilməsi üçün. Nə nəzərdə tutun? Məsələn, sırf maddiyyəti siz nəzərdə tutursunuz. Maddi baxımdan da dost-tanışa da bu əziyyət verir. Yəni, misal üçün, mən iş yerimə bu yaxında bir dəvətnamə gətirib qoymuşdular. Kənan bəy, sizi toya dəvət edirəm. Nə qədər fikirləşdim, mən o adamı tanıya bilmədim ki, kimdir. İndi peşmansan birinə salam verəsən, bir dəvətnamə göndərir. Yəni, bunların formatı dəyişilməlidir, nə manada? Yəni, toy eləyirsənsə, sən şad günü və bir yaxın qohum əqrabanı çağırmalısan, uzaqbaşı 500 dost aşinanı çağırmalısan, yoxsa 200-300 nəfəri çağırmalı. Mən, məsəl üçün, düzdür, öz toyumda haradasa bir 200-250 adam olub. Amma yazıçılardan cəmisi bir masa var idi ki, orada da 5-6 nəfər yazıcı var idi. Yəni, mən düşünürəm ki, yazıçıların maddi vəziyyəti də bir dəqiqə ürək açan deyil. Ona görə də özümə ən yaxın saydığım yazıcı dostlarımı toya çağırmışdım. Yəni, hesab edirsiniz ki, toya getməyə pul yoxdur, toyları belə deyim, boykot eləmək lazımdır. Hətta ki, səbəb o deyildir. Yəni, bu cəmiyyətin bir probleminə çevrilir. Aydın, təkrar sizə dönəcəm. Aydın, mən sizə belə bir sual vermək istirdim. Siz cəmiyyətdə belə deyək, bunun ən çox əleyhdarı olan insanlardan biri kimi göründünüz. Məsələ ondadır ki, mənim yadıma, və bunu xoşlayıram təkrarlamağa, yadıma Meksikalı Nobel mükafatçı bir fikri düşdü, Octavian Paz. Ona sual verirlər ki, bu düzdürmü ki, mədəniyyətdə böhran var? O da cavabında deyir ki, bilirsiniz necədir? Mədəniyyətdə böhran yoxdur. Böhran varsa insanlarda və onların mənəviyyatındadır. Məsələn ondadır ki, Azərbaycan toyu ümumiyyətlə, indi Kənan dostum dedi, müəyyən həqiqətlər var. Bunu bir 20 ilə yaxındır, mən də televiziyada deyirəm, internetdə yazışırıq, sosial şəbəkələrdə bu barədə dəfələrlə qaldırmışım məsələləri kompleks halda götürəndə Azərbaycan toyuna. Amma Azərbaycan toyuna biz tarixi nəzər salmasa və o öz arxasında hansı kulturoloji, etnokulturoloji cəhətləri gizlətmir, bunu aydınlaşdırmasa, bizim yazarların bugünkü etirazı və imzaladıqları bəyanat sadəcə bizə düşman olan xalqların, millətlərin və yaxud güc qüvvələrin dəyirmanına su tökmək kimi görsənə bilər. Baxmayaq ki, yenə deyirəm ki, orada böyük həqiqətlər var. İndi Kənan demədi, toyda israfçılıq, bəzən 30-50-yə yaxın yemək və çərəzin gətirilməsi, içkilərin olması, ağız yiyəni qulağı eşitməməsi, tanıdığın, tanımadığın, istənilən adamı toya dəvət eləmək, 500 nəfərli toya dəvət eləmək, üstəlik şadlıq evləri kimi mafiyaların formalaşması və bu şadlıq evləri yalnız toy sahibi nə toy eləyirsə və toy sahibinə nə mərnə salınsa, hamısı o şadlıq evlərinə gedir və o monastara, sənətçilərə gedir. Toy sahibinə heç də qalmır onsuz da orada. Yəni, amma gəlin baxa görə, yəni qısaca bir kulturoloji bir səyahət eləyək bizim tariximizə, sivilizasiya proseslərimizə. Toy iki nəfərin nigah bağlanması, ailə qurmasından çox, həm də böyük ictimai mədəni hadisədir. Yəni, keçmişdə də, indinin özündə də insanlar bir-birini görmək üçün,
uzaq qohumlar, yaxın tanışlar bir-birində bir yerdə cəmlənməsi üçün toyun çox böyük əhəmiyyəti vardır. Bu bir. İkincisi, toyda insanlar bir-biri üçün, subay uşaqları üçün, deyək ki, ya subay insanlar özləri üçün qadın, kişi qadını bəyənirdi və buna uyğun olaraq da elçilər gedilirdi. Bu digər bir məsələ. İkinci məsələ, üçüncü, toyda ictimai bir nikah bağlanır və cəmiyyət hamısı bilir ki, hər hansı bir iki ailə birləşir, hər hansı iki subay və yaxud evli şəxs fərqi yoxdur, ailə qurur və bu nikahın özünün ictimailəşməsi bir növ həmin o ailə quran insanların özündə də bir növ ictimai məsuliyyət qoyur ki, çünki biz deyirik axı, ailə kiçik dövlətdir, cəmiyyətin kiçik modelidir və ailə institutu dağılsa, cəmiyyət də dağılar, dövlət də dağılar. Bu mənada toyun çox böyük, yəni indi bizim vaxtımız yoxdur sadəcə, biz bura gəlməmişik ki, mədəniyyətlə bağlı mühazirə eləyək, toyun çox böyük əhəmiyyəti var. Üstəlik, indiki dövrdə götürəndə, ümumiyyətlə, toy insanları evlərindən, internetdən, deyək, divar ev otaqlardan, mənzillərdən çıxardan bir hadisəyə çevrilir. Və lap onun liberal tərəfində götürək. Məsələn, bizə sərf eləməlidir ki, 50 manata biz gedirik 6 saat canlı musiqi, amma bu səviyyəli musiqi olmalı. Canlı musiqi dinləyirik. Yaxın adamlarımızı görürük, üstəlik taamlardan yeyirik, üstəlik rəqslər görürük, üstəlik doğma adamlarımızı görürük və tanımadığımız insanlardan özümüzə dost götürürük. Yəni, öz bir günümüzü sevinç içində keçiririk, müsbət enerji alırıq, düzdürmü? Amma Azərbaycan toyları, xüsusən də şəhərdə olan toylar formatını dəhşətli dərəcədə, eybəcər dərəcədə dəyişib və bu dəyişikliyi ona gətirib çıxardıb ki, millətin dili, millətin ruhu olan yazarlar bu toydan imtina edir. Və dəhşətli faktın özü budur, toyun özü dəhşətli deyil. Yəni, yazıçılar toyun özünü bir mədəniyyət hadisəsi kimi, bir milli mənəvi dəyər kimi etiraz eləmirlər. Çünki bunu qəbul etməlidir. Dünyanın heç bir yerində Azərbaycan toyları qədər sözün həqiqi mənasında sənət, mədəniyyət, sivilizasiyası hadisəsi olan bir, belə deyək, nikah mərasimi yoxdur. Hətta qarşılıq Türkiyədə də yoxdur, İranda da yoxdur. Yəni, Azərbaycan toyunun gözəlliyi o qədərdir ki, bunu indi biz sadalasay dəfələrlə. Siz bilirsiniz ki, toy yalnız 6 saat indik kimi olmur. Toya qədər qız bəyənməkdən tutmuş, qadın, kişi elçiliyi, nişan, xıynayaqdı, paltar kəsdi, qız toyu, kişi toyu, milli adətlər. Və görürsünüz, nə qədər böyük bir institutdur. Yəni, o yeni yaranmış ailəyə dayaq durmaq üçün bunları düşünülüb tapılır. Bu baxımdan da mən qəti etiraz edirəm bizim yazıçılara və mən dostum Kənan başda olmaqla ora imzalayan bütün insanlara etiraz edirəm ki, bu nə deməkdir? Əgər bizim ata-anamız rüşvət alırsa, biz onu imtina eləməliyik. O zaman belə bir sual vermək istəyirəm. Kənan bəy qeyd etdi ki, toy daha çox indiki formada maddiyyət formasıdır. Yəni, toydan pul qalsın, filan bu qədər qonaq çağıram, kimi tanıdım, tanımadım, toydan pul qalsın. Bax, buna etiraz etmək əvəzinə, məsəl üçün, ortaq bir nöqtəyə gəlib, məsəl üçün, siz də öz fikirlərinizi qoyub, məsəl üçün, bu etirazın daha bir başqa formasını tapa olmazdırmı? Zaten biz bu etirazı eləyirik. Yəni, sən də indi Facebookda mənimlə dostsan və yəni ki, tamaşaçıların çoxu da görüb başqa kanallarda dəfələrlə bu barədə danışmışıq ki, 300-400 adam toyda ola bilməz, bunu başa düşmək lazımdır. 20 yemək ola bilməz. 20 yeməyin 3-ünü eləyin, əgər çox istəyirsə. 17-sini aparın uşaq evlərinə. Qonşularınıza verin, qocalar evlərinə verin, qaçqınlara paylayın. Və yaxud mən təklif eləmişdim dəfələrlə. Məsələn, fikir verin, Azərbaycanda ancaq şadlıq evlərində toy olur indi. Hətta rayon yerlərində, kənd yerlərində də çadır, mağara toyu artıq ləğv olunur. Amma onun tamam özgə gözəlliyi vardır. O musiqi ki, Bəxtər nisəsindən, axı kəndlərimizdə, ata-analarımızın toylarında belə musiqi olmuyor. Belə gücləndiricilərlə adamın beyninə öldürücü şüalar buraxan, dalğalar buraxan, beyin hücrələrini məhv eləyən, sinirləri məhv eləyən musiqi səsi olmuyor. Üstəlik, mən məsələn təklif eləmişdim vaxtilə ki, xüsusən də öz oğlum üçün, 2 oğlum var, toy eləsəm, belə eləyəcəm. Toya dəvət olunanda çox güman ki, yaxın qohum əqrəbam və çox yaxın bildiyim dostlar olacaq, başqaları olmayacaq orada o toyda. Və bu dəvət zamanı orada dəvətnamada yazılacaq ki, siz menyuda hansı yeməkləri istərdiniz ki, sizin üçün hazırlansın. Bu bir. İkincisi, İsveç stolu düzüləcək və kim nə istəyirsə gedib orada rahatca yeyə bilsin, gətirsin, yesin. Üçüncüsü isə ən maraqlı cəhət bu idi ki, mən dəfələrlə bunu Azərbaycan ictimaiyyətə təklif eləmişəm. Əgər mən Lənkəranlıyamsa, Kənan Bakılıdırsa, siz Naxçıvanlısınızsa, biri başqası Gəncəlidirsə, niyə də Gəncəli gəlib Lənkəranda toy eləməsin? Məsələn, avtobus ya indi samolyot da mümkündür, ya indi qatarla mümkündür. 100 nəfərə yaxın adamı 2 avtobusda gətirmək mümkündür, düzdürmü? Yəni, bir gün, bütün günü xoş olsun da. Necə xaricilər gedib istirahat eləmirlər, weekenddə çıxmırlar səyahətə.
Və yaxud niyə Gəncəli gedib Qubada eləməsin, niyə Bakılı gedib Naxçıvanda eləməsin? Bu birincisi daxili turizmin inkişafı, milli şou biznesin və milli turizmin inkişafına səbəb olar. İkincisi də toyun öz formatını dəyişib və əvvəlki fəlsəfəsini aparıb gətirib çıxarda bilər. Çünki siz bilirsiniz ki, əvvəllər qızlar alınanda yadınızdadırsa, gedib uzaq məsafələrdən alırdılar qızları və toy eləmək üçün ora gedirdilər qohum-əqraba. Yadınızdadır ki, Hamid bəy, yəni yaxın ailələrdə çox az olurdu ki, qız alınsın. Sonralar o dəyişildi. Bu da nə ilə bağlı idi? Yəni Sovet dövründə, bu Rusiya imperiyası Sovet dövründə millət özünü itirməmək üçün, yəni görürdü ki, oğlanlarımız biraz yanıq-kərəmdir, başqa xalqların qadınlarına daha çox yaxın gedirlər. Onun qarşısını almaq üçün qəribə ki, öz qohum-əqrabalarını aldı ki, milli identifikasiya kodlarını, şifrələrini itirməsin. Amma siz də İsveç stolu falan İsveç başqa yerdə milli yox, mən sənə indi deyim, heç elə şey yoxdur. İsveç stolu deyirsiniz, bu Azərbaycan əyərlərində olub. Düzdür, o yasda mən görmüşəm axırıncıları. Mən məsələn, kətdə yaşayan idim və mənim yadıma gəlir, bizim məhəllədə kimsə rəhmətə gedəndə babamgil, tanışlar gələrdilər və o üzür yerinə, yəni yas yerinə gedərdilər və axşam yeməyinə, xüsusən də daha çox axşam yeməyinə gedərdilər. Ev sahibi orada heç nə bişirmirdi. Həmin yeməkləri mənim anam bişirirdi. Əgər orada 10-15 nəfər yaxud 3 nəfər qohumu varsa, o yeməkləri aparırdı, mecməyə qoşurdu, mənim yanımda da aparırdılar, verirdilər o öz adamlarına və orada yaxın olanlar, uzaqdan gələn adamlara. Baxın, belə ənənələr bizdə var. Biz elə hər şeyi İsveçdən götürürük deyənə o demək deyil. Və yaxud bizdə Ramazan aylarında ehsanlar verilir. Yadınızda da, düzdürmü? Kimin pulu varsa kasıblara kömək eləyirdi, düzdürmü? Orada da yeməklər ümumi gəlirdi, paylanılırdı. Və bu qədər israfçılıq olmurdu. Bu baxımdan yəni mən belə bir sual verəcəm. Bu müraciət imzalanan gün, belə deyək, yayılan gün bir neçə yazar axşam toya getdilər. Yəni necə hesab edirsiniz? Səmimilik var idimi burada? Yox, bu sualı mən Kənan bəyə də ünvanlayacağam. Bu bəyanatı imzalayıb axşam toya getmək nə dərəcədə səmimilik? Düşünmürəm ki, həmin yazarlar məhz bayaqdan bizim danışdıqlarımızı nəzərə alıb toya dedilər ki, yox, bu bizə lazım deyil. Gedə İngilis toya eləyək, bizim qızlar da İngilislər kimi evlənsin, oğlanlar da evlənsin. Yox. Yenə də sadaladım, həm Kənan bəyin dediyi, həm mənim dediyim, həm indiyə qədər ictimaiyyətdə olan polemikalar, yəni yeməklə bağlı, müziki ilə bağlı, şadlıq evlərin mafiyası ilə bağlı, restoranlar mafiyası ilə bağlı məsələlər yazıçılara məcbur edib, yazıçılar deyirlər, yazırlar. Dəfələrlə biz deyirik, amma xalqın vecinə deyil, kütlənin vecinə deyil. Millət elə bir ki, elə bir xüsus gəlib divara dəyir, üstümüzə qayıdır. Və yazıcı da adamdır, daş deyil. Onu əgər mən Kənanı öz oğlumun toyuna çağırsam, o necə gəlməyə bilər? Heç pulu olmasın, pulu da lazım deyil. Biz ki, yazıçılarımızın çoxu toylara gedəndə pul atır. Həmin toy sahibi sevinməlidir ki, millətin elitar təbəqəsi sayılan yazıcı onun toyunda iştirak edir. Başa düşürsənmi? Hər halda indi yazıçılara, hələ şairlərə, bizim düşüncə adalarımıza o qədər də hörmət yoxdur. Və bu millətin bədbəxtçiliyini aparıb çıxardım, bu qədər böhranlı vəziyyətə gətirib çıxardım. Məsələn, indi Kənanla mən, indi bizim bir yazıçı xanımızın sözü olmasın, hər hansı bir manıs da şəhərə çıxsın, biz də çıxın. Biraz biz tanıyırlar, televiziyada çox çıxırıq. Hər hansı bir tanınmış yazıçı olsun, çıxırsa, hamı qaçır o manısın üstünə, nəinki bu yazıçının üstünə. Bu artıq aşınmadır. Bu dəyərlərin, bu millətin həyat tərzinin, həyat fəlsəfəsinin aşınmasıdır və yazıçılar, şairlərimiz də buna etirazını bildiriblər. Prinsip etibarilə. Səhv eləmirəmsə, Facebook sosial şəbəkəsində, ola bilər səhv edirəm, belə bir status yazmışdınız ki, qardaşımın toyunu eləyim, sonra mən də toylara getməyəcəm. Şərif Ağayar yazmışdı. O zaman səhv edirəm. Aydın müəllim qeyd etdi ki, toyda çoxlu, indiki toylarda çoxlu, belə deyək, qüsurlar var, səslə bağlı, israfçılıqla bağlı, adamların dəvə. Amma sizin imzaladığınız bəyanatda bunların heç biri göstərilmir. Sadəcə maddi tərəfi göstərilir. Yəni, bütün bunları əsaslandırmaq olmazdımı? O baxımdan cəmiyyətdə bir mənalı qarşılanmadı. Bəyanat biraz qısa formatda imzalamışdı, amma Salam Sarvanın da müsahibəsində, Yenisey'in də müsahibəsində o sizin dediyiniz məqamlara diqqət yönəldilib. Yəni, toyların, misal üçün, toya gedirsən, kimsə toy sifariş eləyirsə, toyun menüsündən nəyisə çıxarırsa, şadlıq evinin sahibi buna icazə vermir, deyə çıxarmaq olmaz. Yəni, buna maddi cəhətdən imkan da olmur. Ondan sonra, nətər deyim, elə bir ki, böyük problemlər yaranır. Mən üzr istəyirəm, olar mı mən bir müdaxilə edeyim? Bax, sən deyirsən ki, 7 toya getmişəm. Sən kim məcbur eləyir? Avtomat da gəlib səni aparırlar toya. Mən getmirəm toylara.
Dəvət edirlər, getmirəm. Mədəni surətdə deyirəm ki, qardaş, mən ictimai surətdə, televiziyada belə də elan eləmişəm ki, öz toyuma da heç kimi çağırmamışam. Hətta dostlarım da gəlib, sadəcə yeyiblər, içiblər, gediblər. Oğlanların üçün də kiçik toy eləyib əmiləri, onu da biz heç kimi çağırmamışıq ki, nə mərasim. Ona görə də mən heç kimi toyuna getmirəm. Birincisi, mən yiyən adam deyiləm. İkincisi, musiqi başıma girir. Üçüncüsü də vaxtım sadəcə yoxdur. Çünki əgər hamının toylarına getsə, bütün gün ancaq toylarda olmalıyıq. Bu bir məsələ. İkinci məsələ, mən məsələn etiraz edirəm şair yazıçılarımızın özlərindən ki, niyə məhz toy, niyə azdan çoxdan millilik qalan bir dəyəri dağıdırsınız? Siz dağıdın onu ki, bax indi yağış yağırdı, gəlirdiniz küçələr nə gündə idi? Pulları yeyiblər, su axılan yer yoxdur, düzdürmü? Buna etiraz edin. Siz etiraz edin ki, bu millət öz toyuna niyə 20 milli, niyə 50 milli manısları, niyə də milyonluq xaricdə olan manısları gətirir? Yəni bu toyların seyrini kimlər görür? Şadlıq evlərinin sahibləri görür, manıslar görür, müğənnilər görür. Siz buna etiraz edin ki, toy sahibi ziyana düşür. Siz buna etiraz edin ki, əhali, üzr istəyirəm, əhali 100 millik maşında gedir, amma o bədbəxtin uşağı bir dəfə hansısa tarix muzeyinə getməyib. Hansı kitabı oxumur, evində kitabı yox. Özünə kostyum ala bilmir, amma 300 nəfəri toya çağırır. Gecəni gündüzü o toy çatana qədər, həyəcan içində, toy ta bitənə qədər ürəyini içini yeyir ki, mən bu toydan necə çıxacağam. Şəhərin belə deyək, çox bahalı məsələ üçün şadlıq evləri var. Məsələn, bu yazarlar, bunu bəyanatı imzalayan yazarlar, bu şadlıq evlərinin konkret belə deyək, adlarını yazıb deyə bilməzdilərmi ki, ay məsəl üçün mənim qohumum, əqrabam və yaxud tanıdığım bu şadlıq evlərini boykot edin. Burada qiymətlər çox yüksəkdir. Küçəyə çıxırsınız, hər 2 addımdan bir şadlıq evidir. Yəni göbələk kimi çoxalır gedir. Yəni buna ictimai effekt verəcəyinə də bir inanmırıq biz. Amma ki, bir ilkin addım olaraq bir etiraz aksiyası kimi bunu imzalamışıq. Bu ictimai effekt verəcəkmi? Bunu ictimai effekt verəcəyinə inanmıram. Çünki o qədər oturuşu, o qədər gündən-günə şadlıq evləri çoxalır. Amma bunu biz imzalamışıq ki, ictimaiyyət buna etiraz eləsin. Yəni buna etiraz... Birmənalı qarşılanmır. Daha çox toy dəyərlərinə belə deyək, hücum kimi qarşılanır. Sizin fikrinizə mən etiraz edirəm. Bu nə deməkdir? Əgər yenə də deyirəm ki, bahalı şadlıq evləri milyonerlər üçündür. Kasıb küçük üçün deyil. Amma kasıb da gedir bahalı yerləri. Kasıb küsübü başa salmaq lazımdır ki, sən öz yorğanına görə ayağa durursan. Kasıb küsüb də dəbdəbəyə qaçır. Məsələn, bədbəxtçilik odur da. Səviyyə məsələsi var, intellektual səviyyə, cəmiyyətin intellektual səviyyəsi orada elədi, mən də orada eləyim. Baxın, keçmişdə 7 gün 7 gecə, 40 gün 40 gecə şahların uşaqları üçün toy olub. İndiki toylar valla şahların toyunun yanında demək olar ki, nəinki şahlar kralvari toylar. Bir türk dostum var, burada bir qohumun toyuna getmişdik. Məhtəl qalıb ki, yəni Türkiyədə zənginlər belə toy eləmir. Ay sağ olun. Amma bizdə var. Məsəl üçün müəyyən bir dövr pul yığır, gedir bahalı bir dəbdəbəyə qaçır. Adam yoxsul adam, amma dəbdəbə. O baxımdan mən qeyd etdim ki, bu dəbdəbəli şadlıq evlərinin elə özlərini... Onların adını çəkmək lazım deyil. Yəni, dünyanın hər yeri, bir dəqiqə, o şadlıq evi məcbur edib ki, Kənan gəlsin, uşağı çoğu. Məcbur eləmir axı. Əksinə, olmamayı pisdir. Amma ictimai qınaq yaratmaq lazım. Olmamayı pisdir. İctimai qınaq, əslində burada ictimai qınaq yox, sadəcə millətin özünü silkələmək lazımdır ki, başa düşsün, ayılsın ki, bunu eləmək olmaz. Baxın, o 20 min ya 10 min gedir də toya, düzdürmü? Şadlıq evlərinə, maşın gətirməyə, manısların puluna və s. və ilə. Bu 20 mini verib bir otaqlı ev almaq olar da həmin uşaq üçün. Düzdür. Bunu bir düşünün də siz də. Siz onu eləyirsiniz, son uşaqları bədbəxt edirsiniz. Ona görə də 40% ilk izvah gecəsində problem var. Uşaq da problemi başa düşür və kişilik qabiliyyəti itir, həmin gənc bəydə də problem yaranır. Nişan mərasimi eləyir, deyir ki, məsəl üçün nişanlım o şadlıq evini bəyənmir, məsəl üçün bu bahalı şadlıq evini bəyənir. Nişan mərasiminə 300 nəfər adam çağırır. Nə ehtiyacı var ki, bu nişanı 300 nəfər adam çağırır? Bəzi belə deyək, dələdüzlər var ki, xüsusi olaraq belə şeyləri eləyirlər ki, pul yox. Bunu etmək lazım. Onların içində ziyalılar da var, varlılar da var, orta təbəqədə var. Bu nədir? Nəinki nişan, xınayaqdır, nə bilim, nə, toylar qoyur. İndi sünnət toyu. Özdə bir oğlu üçün ayrıca, o bir oğlu üçün ayrıca. İndi nə? Əskərliyə gedəndə, əskərliyə qaydanda. Əskərliyə qaydım, şadlıq evində baş getdir. Biz yüblə 50 il görmüşük də, düzdürmü? 35 yaş, 36 yaş, hamısı yüblə il. Hamısı da şadlıq restoranlarda edirlər. Bunun nişanına da getməsin, əskərlikdən qalxmağına da getməsin, sonra toyuna da getməsin. Onu buyurun burağa. Uşağın balacadır, 1-ci sinifdən qutaranda, bunlar götürdülər restoranda bunun üçün. Güya ki, şey edirlər, ay bala, soruşuram ki, oğlum, sən 10-cu sinif qutarmışsan, deyir, yox. Bəlkə 5-də qutarmışsan, bizim xəbərimi deyir, yox. Deyirəm, xeyir ola. Bu millətdən nə gəlib axı bunu? Bir mənim şahım deyil, hamı da belədir də.
Və hamı da qorxur. Bunu ailə çərçivəsində heç kim etiraz eləmir. Bu yadıma nə gəlir? Mən fikirləşirəm ki, hər birimiz dəyişməliyik. Mənim yoldaşım supermarketdə bir dəfə qaymaq almışdı. Qaymağın vaxtı keçmişdi. Açdı, bu xarab idi, qaralmışdı. Və mən yoldaşıma dedim ki, apar bunu qaytardala. Əgər sənə bir söz düşsələr, heç nə demə, gəl və mən qalanını özüm bilərəm. Sadəcə apar, qonşu da istəmədi çox şey olsun. Bəlkə ola bilər ki, onlar da bilməyiblər, yəni olur elə şey. Yoldaşım deyir ki, yox, mən necə ayıbdır, oyanmaya deyirəm, nə ayıbdır? Nə ayıbdır? Hər biriniz öz hüquqlarınızı, haqlarınızı siz istəməsəniz, hamımız ayıbdır deyə, toyda ayıbdır, o sünnət oyunda ayıbdır, oyunda ayıbdır deyib bu qədər problemləri gətirmişik. Sonra da Azərbaycan insanı qaçır buradan. Azərbaycan insanı Azərbaycandan qaçır. Yoldaşım utana getdi və bildirəndə onlar da hər halda bizim ailəmizi yəni ki tanıyırdılar, etiraz eləməyiblər, üzr istəyiblər, qaytarıblar dala. Və ondan sonra mən balaca oğlumu başa saldım ki, sən get filan şey alanda, nəysə olanda özüm mən deməmiş qaytar dala. Və doğrudan da ondan sonra yoldaşım da, mən bir dəfə hətta yoldaşımın yanında özüm də bir təhər oldum. Yoldaşıma nəysə xarab olmuş ərzaq verəndə çox böyük bir iskanı az qala elədi ki, siz bilirsiniz ki, buna görə mən gedib şikayət eləsəm, gəlib mağazininizi bağlayacaq və s. və ilaxır. Və gördüm ki, həmin mağazin o işləri daha eləmir. Baxın, toyda da bunu hər birimiz eləməliyik. Məsələn, mən öz boynuma götürdüm və elə demişəm, dünya da dağılsa belə olacaq. Elə sizin özünüz hər biriniz, yaxınlarımız bunu eləməsə, inanırım ki, yaxın gələcəkdə bu problem həll olunacaq. Biz demirik toy olmasın. Belə bir sual verəcəm. Biz demirik ki, üzr istəyirəm, biz demirik ki, bu şadlıq günləri olmasın, eləyin. Biz başa düşürük ki, insan sevinməlidir, şadlıq olmalıdır. Amma qədərini bilin də. Elə elin ki, insanları incitməyin. Elə elin ki, yoxsul varlıya baxsın, deməsin ki, boğazında qalsın. Deməsin ki, oğlun, nə bilim, toy ol, xoşbəxt ol, bədbəxt olsun. Axı deyirlər. Evdə dava-davaş düşməsin. Və mən görmüşəm çox insanları ki, gəlib ev sahibilə öpüşürsə, gəlib mənim altır, deyir, heç mən bunu tanımıram, çağırır məni, 100 manat atın. İki kişisən, gəl bunu demə. Ya da ki, atırsansa, bir deməli gəlmə toya, ya da ki, atırsansa, heç olmasa bunu demə də. Milli Məclisdə belə deyək, mərasimlər haqqında qanun müzakirəyə çıxarıldı, amma qəbul olunmadı. Qəbul olunmadı. Toyları boykot eləməkdənsə aydınlar, yazarlar aydın insanlardır. Bununla bağlı bir müraciət imzalasaydılar daha məncə yaxşı olmazdı mı? Biz bununla da bağlı müraciət düşünürük, amma ki indi toyları boykot eləmək belə deyil, heç nəyə dəyişmək. Toyları boykot eləmək yəni düzgün deyil. Toyları biz boykot eləmirik. Bu indiki toy adət-ənənəsinə qarşı. Yenə təkrar edirəm ki, toyların formatının dəyişdirilməsinə görə. O adət-ənənədir, eybəcərliklərdir. Eybəcərliklərə qarşı. Adət-ənənə mənim çağırdığım şeylər. Eybəcərliklərin belə deyək, qanunla. Amma mümkün deyil. Necə yəni mən məsələn oğlum üçün toy eləyirəm. Milli Məclisin hansı deputatın nəyinə lazımdır? Ki, onlar öz uşaqları üçün 10 nəfərlik toy eləyirlər, ya kasıb toy eləyirlər. Orada oturanları biz tanımırıq, zavod direktorları, ya deputatlar nə qədər pulları var, nələri var, nələr yox. Hər halda müəyyən bir qanun da yoxdur. Heç bir qanun, heç nəyə pozmur. Bax, qanunda var ki, qırmızı işıqda keçmə olmaz. Sən mənə keçməmsən qırmızı işıqda. Təbii ki. Keçmişik. Və yanındakı da baxır, misal üçün deyirəm də ya, maşını olan. Yanındakı da baxırdı ki, bu avtobusdur, filan nazirin qohumudur, filan məmurin qohumudur, filan varlığın qohumudur. Yəni o qanunun düşüncə dəyişməsə, milyonlarla qanun olsun. Mümkün deyil. Amma bizdə balaca bir model var, Naxçıvan modeli var, düzdürmü? Naxçıvanda qadağan edilib, indi toylarda yoxdur, amma yas yerlərində mənim bildiyimə görə həddindən artıq israfçılığa qoymurlar. Düz qanunla deyil, deməli, ictimai qınaq formasında. İctimai qınaq vardı və məmur təfkisi ilə bu oldu. Yəni, yuxarıda Ali Sovet qərar çıxartdı və bunlar elədilər. Amma mən sənə inandırım ki, həmin elə Naxçıvanlılar gəlib burada toy eləyəcəklər təmtəralda. İnandırım ki, insanlara sıxma olmaz. Qayda qanun nə qədər çox olursa onu pozurlar. Bizim Azərbaycanın qayda qanunları sağ olsun, bizim deputatlarımız çox sağ olsun, doğrudan da deyirəm mən sənə, yəni həqiqi mənada müqayisə eləmək imkanım var. Azərbaycan qanunları dünyanın istənilən qanundan yüksək. Aşağı deyil. Bəzi bəndləri çıxma şərti ilə, onu da bilirsin nə məsələni deyirəm. Amma həmin qanunların işlə mexanizmi yoxdur və insanlar da heç vaxt o qanuna baxmırlar. Çünki qanunları oxumayıblar, bilmirlər ki, onların hüquqları nədir, qanun onlara nə səlahiyyət verir. Və o işte qanun pozan millət, o işte o artıq biz dünyada səs çıxarmışıq. Amma yenə deyirəm ki, varlı kimi toy eləsin, etiraz eləmirik. Ortabab da ortabab kimi, kasıb da kasıb kimi toy eləməlidir. Toylarla bağlı Kənanın da mənim də o qədər fikirlərimiz, təkliflərimiz olub ki, elə yatsa bilində o tədbir yoxdur ki, bu barədə danışılmasın. Yəni o zaman üzr istəyirəm. Hesab edirsiniz ki, varlığın toyu dəbdəbəli olmalıdır, kasıbın toyu. Bəli, olmalıdır, elə olmalıdır. Mən hesab edirəm ki, belə, kimin nəyə imkanı çatsa olsun. Yəni ki, mən varlıyam, süfrəmə hər bir şey qoya bilərəm. Bu böyük. İndi bir şey var, sən varlısan, süfrəyə qoyanda toy sənayesi
toy biznesi bizdə inkişaf edir axı. Sən axı mənəvi cəhətdən o restoranların yaşamasına kömək edirsən, düzdürmü? O varda pullardan gətirir, bu xalqdan qazanır da, indi hardan qazanır millətə? Və yaxud orada işləyənlər qazanır, restoran işçiləri qazanır, sənətçilərimiz qazanır və digər şeylər, düzdürmü? Toy xidməti və bu da indi böyük biznesdə Azərbaycanda o inkişaf edir. Amma hökumət deyir ki, hamı belə eləməlidir. Amma bu varlının varıdır da. Amma az öncə israfçılıqdan danışdınız. Hansı israfçılıqdan gedir? Hansı israfçılıqdan? Qardaşım, varlı 20 yemək yemir. Varlı bilsən nə yeyir? O bir nəlbəki və yaxud bir belə deyək, boşqab ikra qoya bilər və viski qoya bilər. O götürüb 100 dənə kalpasa, iylənmiş kalpasa, 100 dənə salat, nə qoymayacaq ki? Bilirsiniz necədir? Amma elitar olur. Zəngin toylarında menyu çox olur. Bilirsiniz necədir? Varlılar da, zəngin adamlar da birinci onlar başlamalıdır ki, yəni bu toyları dəbdəbəli şəkildə keçirməsinlər. Bu kasıblar, orta səviyyəli adamlar da onlara baxıb nümunə götürsünlər. Yəni toy eləyirsə bir 56 nəfəri fikrinlə razısınızmı ki, zənginlərin toyunda hər bir şey olmalıdır? Yəni yüksək səviyyədə kasıb da öz səviyyəsinə uyğun etməlidir. O olmalıdır, o düzgün yanaşma deyil. Yəni zəngin insan da bu Azərbaycan... Biz ortaq toy dəyərlərindən danışırıq. Bu da fikirləşməlidir ki, axı bu Azərbaycan şəraitində bu cür zəngin toy eləyirsənsə, yəni səndən aşağı səviyyələr də sənə çatmağa can atır. İstəyir dəbdəbəli toy. Və o zaman problemin kökü elə ondadır. O zaman belə problem. Bütün millət Bentley maşını sürə bilərmi? Ya cip sürə bilərmi? O cipi sürmək üçün çalışma lazımdır. Varlı da elə-belə adam deyil ki, pul qazanıb da onu. Düzdürmü? Qazanıb özü bilər nə cür xərcləyir. Ona biz diktə eləyə bilmək ki, sən bunu bura xərcləmə, ora xərclə. Dünyanın heç bir yerində bu yoxdur, əfəndim. Heç bir yerində yoxdur. Sadəcə bizdə yenə deyirəm, ictimai düşüncədə boşluq var. Bu insan işləmir, oxumur, diplomata alır, evi ata alır, toyu ata-ana eləyir. Sonra da məcbur elə ata-ananı ki, mənim toyuma mütləq 10 minlik manus gəlməlidir, toyumda 20 dənə yemək olmalıdır. Xeyr olar. Xeyr olar. Canın çıxsın, ged işlə, cəmiyyətə xeyir ver, nə isə model ortaya qoy, nə isə istehsa elə, nə isə kəşf elə, nə isə inovativ bir şey elə, nə isə kreativ bir şey ortaya qoy. Ondan pul qazan, sən də varlılar kimi özün üçün maşın al, ev qur, tik və toy elə. Bunun kim onun qarşısına alır? Yoxsa biz deyək ki, yox, varlılara olmaz, hamı kasıb kimi olmalıdır. Bu nə düşüncədir? Sovet düşüncəsindən kənara çıxmadı ki biz. Məgər Türkiyədə varlıların toyları kasıblar kimi olur. Orada da kilolarla qızıllar gətirirlər. Bəlkə sən bilmirsən. Kilolarla qızıllar gətirirlər. Orada bizimki kimi bu bir. İkincisi də ki, varlı, yenə də deyirəm ki, varlılar yeməyi dərdi yoxdur. Varlılar, əksinə mənim kimi qarın buraxanlar, onlar toyda da az yeyirlər ki, qarınları yekə olmasın. Yemək dərdi kasıblarındır, ortabablarındır. Türkiyə ilə müqayisə elədiniz. Bu yaxınlarda Facebook sosial şəbəkəsində bir şəkil müqayisə eləmişdilər. Azərbaycanda üzür yeri və bir tərəfində də Rəcəb Tayyip Ərdoğanın, Türkiyə Baş Nazirinin anasına verdiyi üzür və yas mərasimini, yəni Ərdoğandan, belə deyək, bizim orta səviyyəli bir vətəndaşımız çoxmu varlıdırmı ki, o... Yenə deyirəm ki, hər şey məclislərində də israfçılığa insanın düşüncəsindən asıl. İndi Ərdoğanın misal gətirdiniz, hər bir misal mübahisəlidir, yəni mübahisəlidir. Nə üçün deyirəm? Çünki Ərdoğan bilirsə ki, daha çox siyasi jestlər eləyir də. Hətta böyük siyasətçilərdə belə var ki, ailə ilə bağlı məsələlər də siyasi... Burada varlı kasıb söhbəti gedir. Türkiyədə kasıb bir adamın da yas mərasimini Ərdoğanın verdiyi... Türkiyədə varlıların toyları, bilməm siz bilirsiniz ya yox, bizim o yerlinin orada bir böyük bir Mərdan oteli var da, bilirsiniz, neçə milyarda tikilmiş. Orada gedin baxın, o çırıda qalıblar. Hindistandan, Türkiyədən, Azərbaycanlıların varlıları orada 5 milyondur bir toy eləmək. Qoy eləsin də. Onunla bizim nə işimiz var? Varlı nə qədərdir Azərbaycanda? 100 min nəfər cabaşı. Amma orta səviyyəli və kasıblar axı çoxdur. Biz danışırıq millət üçün, kütlə üçün, orta təbəqə üçün, kasıb təbəqə üçün. Varlı 20 dənə yox, 50 dənə də yemək versə, onun varı itməyəcək, batmayacaq. Pulu var da onsuz da, var ki onu eləyir. Orta və kasıb əgər o problemin içinə girir və o pulları xərcləyirsə, onun büdcəsini dağıdır. Yenə deyirəm ki, o pulu versin uşağına, ev alsın. O pulu versin, 5 gün uşaq geçsin Qubada, öz, nə deyirlər ona, qızıl o evlənəndən sonraki günü, val ayını keçsin. Düzdürmü? Niyə bunu biz yaxşı şeylər demirik? Biz deyirik ki, mütləki kasıblar, zorro kimi, varlardan alan verək kasıblara. Yaxşı, bir varlığını qoymadı, onun pulunu aldı, verdi kasıblara. Bütün kasıbların problemi həll olunacaq mı bunlar? Bütün toyların problemi həll olunacaq mı? Amma başqa bir şey var. Türkiyədə yaxşı bir ənənə var. Məsələn, sünnət toyları eləmirlər, amma varlılar pullarını fonda verirlər. Həmin fond gəlir Azərbaycanda, Türkiyənin özündə də kasıb uşaqlarını sünnət edirlər. Və böyük bir 100 nəfərin sünnətini edirlər, bayramını da orada keçirirlər. Düzdürmü? Düz deyil. Niyə bunu eləməsinlər? Və yaxud varlı, keçmişdə vardı, yadınızdadırsa şahların toyları olanda xəzinənin ağzını açırdılar və küçələrdə kasıblara qızıl paylayırlar. Varlı öz uşağı üçün xeyir dua istəyirsə,
həmin pullardan Amma biraz da bizdə kasıb ənənə yoxdur axı. Bizdə yoxdur ənənə. Bizdə fonlarda biz varlıları cəlb edə bilirmi? Yaxud o fonlara pul verirmi öz başına yarla? Əgər yuxarıdan diktə olmasa, onlara məcbur eləməsə. O zaman belə bir sual verəcəm. Varlılar toy eləyir, dəbdəbəli restoranlarda, dəbdəbəli şəraitdə. Kasıblar da çalışır onlara çatmağa. Toy dəyərləri də dağılır, ailə dəyərləri də dağılır. Cəmiyyətdə bilirsiniz, yəni boşanmaların sayı bizim cəmiyyətimizdə nə qədər artıb. Çox ciddi problemləri yaranması. Çox ciddi problemlər yaradır. Hara gedəcək? Ağsaqqalını cavab versin sonra mən çox danışdım. Mən yenə söhbətimin əvvəlinə qayıtmaq istəyirəm. Məsəl üçün mənim atam kənddə yaşayırdı. İndi kənddə özünə görə adı sanı var idi. Onun toyuna o dövrün məşhur xanəndəsi Zülfü Adıgözəlov gəlib. Toy siyahısını indi də saxlamışam. Cəmi 43 nəfər siyahıdan keçib. Yəni kənddə adı sanı olan bir adamdır. Kasımın yoxudur, sadəcə gəlib iştirak edir, pul vermir. Mağar toy olub. Yəni bu ənənənin indi belə deyək də, yenə deyirəm, qısa formatda qaytarılmasının da pis olmazdı. Yəni mağar toyları. O da çox gözəl bir ənənədir. Bu şadlıq evlərinin elə bir ki, monopoliyasından çıxmaq. Sən Allah mağar toyu demə, çünki gəlirdi 3-4 dənə mağar qurulmuşdu. Maşında mümkün deyil şəhərdə hərəkət eləmək. Bakı şəhəri balacadır. Baxın, həmin çadır toyları gedib deyil. Tarixi geri qaytarmaq mümkün deyil. Amma tarixin yaxşı cəhətlərini keçmişdə gələcəyi indikində birləşdirmək, sintez eləmək, onun vəhdətini tapmaq mümkündür. Məsələn, şadlıq evlərinin sahibləri olubmu ki, heç bir kasıbın toyunu havaya eləsinlər? Və yaxud güzəştdə. Mən biləni var belə, güzəştdə eləyənlər var. Niyə bu çox olmasın? Çox azdır da. Niyə çox olmasın da? Məsələn, axı kasıblar bizdə çoxdur. İnternat uşaqları var, Qarabağ əlilləri var, kasıblar var. Onlar da vətəndaşlardır. Axı Qarabağ alma gələndə birinci o kasıblara göndərirsiniz. Axı iş məsələsi olanda, zavodlarda işləmək, tikintidə işləmək, şəhəri eləmək, birinci o kasıblar gedir. Varlılar getmir axı, düzdürmü? Yaxud varlının maşını xarab olanda, varlının evində də elə həmin kasıb, şadlıq evində də həmin kasıb işləyir də, düzdürmü? Niyə bax, biz bunu təbliğ eləməyək? Mərhəmət bu ölkədə, bu millətdə həmişə tarixan olub. Amma indi hamımız canavara çevrilmişik. Biri birinə kömək eləmək istəmir. Mən demirəm ki, sən pul ver kiməsə. İndi Kənan da bilir, mən də bilirəm. Mənim müəyyən problemlər olanda Kənan onu həll edib. Hansısa bir yazı göndərmişəm, redaktə eləyib. O mənə kitabını göndərib, mən ona kömək eləmişəm. Bir-birimizi dəstək vermişik. Elə olub ki, sənin statusuna mənim yazmayım da bir dəstəkdir də. Bu mərhəmət hissini toya da biz transfer eləməliyik. Yoxsa Azərbaycanlılar qaçır. Sizin xəbəriniz var nə qədər Azərbaycanlı oğlan xariciyə və Azərbaycanlı qız xariciyə ərə gedib yaxud evlənib? Nədən qaynaqlanır? Elə biz ki, yalnız pul məsələsidir. Yox, Bakıda indi Allah'a şükür iqtisadi vəziyyət get-gedə yüksəlir. Yalnız pul məsələsi deyil. Yalnız dini məsələ deyil. Yalnız digər məsələlər deyil, psixoloji məsələlər deyil. Həm də bu toyun bax bu dəhşətli tərəfləridir. Gənclərimizi Azərbaycandan qaçırdan və Azərbaycançılıqdan çıxardan. Bu ən təhlükəli haldır. Noyabr ayı təzə girib. Nə qədər dəvətnamə almışsınız toylar üçün? Yəqin ki, var. Hələlik 3 dəvətnamə var. 3 dəvətnamə var. Ayın 5-i də yaxın dostumuz Qismətin toyudur. İndi amma ona getmək fikri var. Təbrik eləyək də Qismətin. O işte o yazıcı məclisi olacaq, poetik toy olacaq. Qatılacaqsınız bu toyların hamısına. Düşünürəm ki, Qismətin toyuna gedim, ondan sonra istifa verim, boykotu deyəcəm. Deyək. O zaman belə deyim, bəyanatdan bir günlük imzanızı götürəcəksiniz. Bir günlük ola bilər, amma bu daimi deyil də. Aydındır. Aydın mən... Eyni sualı mənə vermə ya. Yox, eyni sualı sizə verməyəcəm, çünki bilirəm siz gelirsiniz. Çünki mənə versən, yaxşı ki, anam internet televiziyaya baxmır. Anam o günə deyir ki, oğlum, bu deməli, sənin əmi qızının qızıdır, onun toyu olacaq, dəvətnamə verib, deyirəm, əla. Bu, nə bilim, bacımın, baldızının nə idi, dəvətnamə deyim, o da əla. Filan kez deyirəm, ana, indi isə ged onlara deyirəm ki, hayır, heç bir toya getmir. Mən narahat olmasınlar, onları toya dəvət eləyərəm, pul atmayları lazım deyil. Amma bilsinlər ki, mən toya getmirəm. Onda siz, belə deyək, bəyanatı imzalamaya boykot eləyirsiniz toyları. Zaten mən qərb təfəkkürlü bir insan olaraq, bir intellektual olaraq və kulturolog olaraq yenə deyirəm ki, dostlarımla bir yerdədir mənim. Yəni, hamı Aydaxan kimi olsa, yəni bizim etirazımız da mən yəni ruhən, intellekt cəhətdən öz dostlarımın yanındayım. Onlar da mənim dostlarımdır. Onlar çox doğru buyururlar, amma yenə deyirəm ki, bu bax, indi dövrdə hər tərəfdən Azərbaycan və bizim insanı yeyirlər. Bu dövrdə azdan çoxdan bir yasdır, bir də toydur. Bu ənənələr ki, qalıb, bunları dağıtma olmaz. Və bunlara qarşı onların etirazını mən anlaya bilmirəm, ona görə qəbul eləmirəm bunu.
prinsip etməklə, yəni fikrimin canı nədədir? Amma o ki qaldı ki, belə də mən yenə deyirəm ki, dostlar da tanıyır, yəni ki, çoxu da bilir. Mən etirazı intellektual formasında eləmişəm, kreativ formasında eləmişəm, təkidlərim. Bu yazar dostlar nə formada eləməli idilər? Onlar daha çox Azərbaycan fason, Azərbaycan vari eləyiblər. Yəni bilirlər ki, Azərbaycanda bizim nə yadıma düşdü? Belə də olmalıdır. Bu bizim milli liderimiz Heydər Əliyev, bundan əvvəlki prezidentimiz 10 il biz Latın əlifbasına keçməli idi. Qəzetlərdən yalnız başlıqlar gəlirdi. Yadınızdadır o vaxtı, Kənan yadındadır. Amma o vaxtı mən ədəbiyyat qəzetində işləyirdim. Ədəbiyyat qəzetinin redaktorunun qabağında məsələ qoymuşdum. Mənim yazılarım yalnız Latın əlifbasına getməlidir. Və Heydər Əliyev bir gün imzaladı ki, bütövlükdə millət keçməlidir Latın qrafikasına. Və millət nə elədi? Kasıbı, varlısı, savadlısı, savadsızlığı hamısı keçdi həmin o məsələ. Mən düşünürəm ki, bəlkə də bu məsələdə yəni bizim yazıçılarımız mesaj verilir cəmiyyətə və bu cəmiyyətdə mesaj dövlət xadimlərinin, dövlət başçısının da qulağına əvvəl-axır gedib çıxır. İndi bu baxılır, ictimaiyyətdə olan proseslər izlənilir və dövlət başçısına bu məruzə edilir. Və fikirləşirəm ki, çox güman ki, Naxçıvan variantını Azərbaycanda da yəni ki, keçirməli olacaq. Biz əslində bu bəyanatı verməklə bizim dostlarımız və mənim fikirlərim, çıxışlarım əslində dövlət qurumlarına da müraciət edirik. Qanun şəklində olmasın. Sadəcə özlərinin şəxsi nümunəsində mesaj versinlər ki, millət bir qədər özünə gəlsin və doğru yola getsin. Nəyi imzalamağımızdan, nəyi belə deyək, bəyan eləməyimizdən asılı olmayaraq toy dəyərləri bir mənalı şəkildə Azərbaycanda məhv olunur. İtir, çox itir. Bu dəyərləri qorumaq üçün, bu dəyərləri belə deyək, aşınmasına imkan verməmək üçün nə etməliyik? Nə düşünürsünüz? Biz yazar olaraq, məsəl üçün, bütün yazılarımızda bu dəyərlərin qorunmasına çalışırıq. Yəni, adi bir köşə yazısında da, reportajda da və yaxud hansısa bir tərcümə də bir yazıcının mesajıdır da cəmiyyətə. Yəni, yazarlar qələmi ilə döyüşür, yazarın qələmindən Amma bəzi yazarlarımız var, mən adını çəkməyəcəm, jurnalist həmkarlarım da var. Çəkin də adını, niyə çəkmişsiniz? Qorxursunuz. Dövlət ASTV deyir ki, çəkin o bir şeylə. Qorxmaq məsələsi deyil. Siz üzündən qulağına mənə deyim, mən çəkin. Həmkarlarım da. Öz köşə yazılarında belə deyək, yazdıqları köşə yazılarında, məqalələrində Seymurbaycan, Akşin, Seymurbaycan, Günel Mövlud. Yenə deyirəm ki, onların həm də o bir hissəsi həmin boykotu imzalayanlardır. Əziz dostum, yenə deyirəm ki, onların fikirlərində böyük bir hissədə həqiqət var. Amma belə kəskinliklə qoyulması düzgün deyil əlbəttə. Yəni, yenə deyirəm ki, bayaq... Öz yazılarında müasirlik, Avropa dəyərləri falan üstündə öz yazılarında bu bizim milli toy ənənələrinə, milli adət ənənələrimizə çox böyük zərbə də vururlar həmçinin. Siz qeyd etsiniz ki, yazar qələmi ilə mən düşünmürəm ki, bu adət ənənələrə, dəyərlərə zərbə vurur. Yəni, bu, bilirsiniz necədir? Zaman keçdikcə dəyərlər axı sabit bir şey deyil. Dəyərlər də dəyişir, müasirləşir. Yəni bu yazarların fikri də nədir? Yəni bu dəyərlər, yəni su qabda qalanda iylənir də, bir yerdə qalmasın. Bu dəyərlər müasirləşsin. Zaman dəyişdikcə hər şey yeniləşir. Zamana uyğun olmalıdır. Yəni o kök saxlanmalıdır, amma zamana uyğun olmalıdır da. Sualı mən cavab verir, yoxsa bitiririk. Baxın, biz Avropalaşma, qərbləşmə, liberallaşma deyəndə valla pis şeyləri demirik. Biz deyirik ki, insan haqları qorunmalıdır, məmuruna tutmuş kasıbına qədər hamısı qanun qarşısında eyni məsuliyyət daşımalıdır, müəllimi 3000 almalıdır və digər məsələlər. O cümlələr Avropalaşma deyəndə deyəsən ki, yer əxlaqsız o. İndi insanın öz içində asıdır. Əgər insan əxlaqsızdırsa, insan əxlaqsızdırsa, o Avropadakı əxlaqsız şeyləri birinci götürər, ona meyil göstərər. Yəni siz elə deyirsiniz, baxın, bizdə toy verilişləri oldu. Kimlər çıxdı orada? Milli mentalitetdən dən vuranlar, mentalitetdən danışanların hamısı demək olar ki, olmasa da əksəriyyəti məlum oldu ki, küçədə fahişəli eləyənlərdir və küçədə dilənçilər, ataçilərdir, gəlib orada milli mentalitetdən danışırlar, evlənmək istəyirlər. 3 dəfə evlənən. 50 yaşlı, indi biz görmüşük ki, 50 yaşına qədər evlənərlər. 70 yaşlı nənə çıxıb deyirsə evlənmə, bu artıq Avropa deyil, bu artıq qərb dəyəri deyil. Bu sənin mentalitetinin zibilləri də ortaya çıxır. Bir bazı azadlıq verən kimi çıxır ortaya. Mənəviyyatın yox, əxlaqın aşınmasıdır. Yəni biz indi bilsin nədir? İnsanlar da çox günahlandırma olmaz. Biz nə axıra qədər Avropalaşdıq, nə də İslamı saxladıq. Nə də ortaq bir məxrəc tapdı. Yarı burada, yarı orada. Ayağımız biri orada, biri burada. Yenə bu qədər problemlər ortaya çıxır. Təşəkkür edirəm studiyamıza gəldiyiniz üçün. Fikirlər, maraqlı müzakirə oldu. Və salam, bugün toydan danışdıq. Toylarımızda baş verənlərdən danışdıq daha doğrusu. Nə deyirik? Həmişə toy olsun. Başqa bir gerçəklikdə görüşənə qədər sağ olun.